Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bu video çarxımız sırf müsahibəyə hazırlaşan şəxslərə aid olsun. Və hansı ki mövzumuz ondan ibarət olacaq ki, niyə müsahibələrdə 100 nəfər gedirsə, bunun 50 nəfər kəsiləcək, 50 nəfəri keçəcək. Və o 50-sinin içərisində növbəti müsahibədə də təbii ki, keçənlər və kəsilənlər də olacaq. Ya pis nəticə toplayacaqsan, ya da yaxşı. Bu nədən bağlıdır? Adətən test imtahanını keçdikdən sonra bəzi dövlət imtahan mərkəzi yaxud Təhsil Nazirliyi olsun, dövlət orqanlarında hansı ki elan etdilər daxili müsahibə, ümumi müsahibələr və hər bir müsahibələrin deməli, təbii ki, müəyyən formatına görə sualları olur. Və adətən bu müsahibələrdən keçə bilməyən şəxslərin hər hansı bir bəhanəsi olur. Adam var, qoxumu var. Təbii ki, bu kimi hallar ola bilər. Amma olmayanlar da var. Niyə keçə bilmirsən və niyə sən kəsilirsən? Niyə sən pis vəziyyətdə qalırsan? Bunu bilirsənmi? Adətən test imtahanı keçəndən sonra test bilikləri bəs eləyir, deyir bəziləri. Müsahibəyə heç nə oxunmur və hətta müsahibədə də geyim tərzinə də fikir verilir. Ümumən insanın bir geyim tərzi onun təbii ki, davranışından ümumi hərəkətlərinə qədər əksər şeyləri mülahizə edir və yaxud göstərir. Sən təbii ki, toya sportivin ilə yaxud idman dərslisinə gedə bilmərsən. Yaxud idmana getdiyinə getdə kostyumla ged idmana da. Bəziləri olur müsahibəyə gedəndə ayaqda tapıçqa, yaxud vietnamka, yay vaxtı əksəriyyən təsadüf edir, yaxud yaz vaxtı. Ən azından ağ köynəyi də yox. Elə bir küçədə tində durub xəbər veriblər ki, gəl rəhd ol müsahibənə, biraz da kobud səslənəcək. Niyə? Çünki bu kimi geyimləri olan insanlara həqiqətən də bu sözlər alınlarına belə yapışdırmaq lazımdır. Və sonra da bir bəhanə tapa bilməsinlər. İmtihana gəlirsən, buna geyim, buna keçim. Və nəticə etibarıyla da bundan da müsbət cavab gözləyənlər en qədər insanlar olur. En sayda. Bəlkə bir yüzlərlə, minlərlə. Niyə keçənmədin müsahibədən? Sən yaxşı cavab versən də sənin pis olan geyimin idi. Ona görə mütləq şəkildə bu kimi nüanslara qiymət vermək və qabaqcadan diqqət etmək lazımdır. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz, yaxud fikirlərinizi bölüşə bilərsiniz. Seanslarımız hal-hazırda ailə münasibətləri, şəxsi inkişaf və karyera planlaması və qeyd olunan mövzular əsasında aparılır.